Peyğəmbərlər niyə günah etmirlər? Bütün peyğəmbərlər bir mənalı olaraq məsumdur. Bunu Qur'an təsdiqlədiyi kimi ağıl da qəbul edir. Ağıl peyğəmbərlərin qeyd-şərtsiz olaraq ismət xüsusiyyətinə malik olduqlarını, günahsız, xətasız və səhvsiz olduqlarını deyir. Bu yerdə ilahiyyatçı filosof Nəsrəddin Tusinin bir fikrini qeyd etmək istəyirik. Nəsrəddin Tusi Təcridül Etiqad əsərində yazır: İnsanlar arasında etibar qazanması üçün Peyğəmbərdə ismət xüsusiyyətinin olması vacibdir. Əgər Peyğəmbərin davranışlarında qərəz olduğu duyulsa, həm Peyğəmbər olduğu üçün ona tabi olmaq, həm də pis xüsusiyyətlərinə görə onun əleyhinə çıxmaq vacib olar. Bu isə artıq Peyğəmbərin Peyğəmbərliyini inkar etmək deməkdir. Əgər Allah günahkar bir insanı Peyğəmbərliyə seçsəydi, insanlar onun dediklərini qəbul etməzdilər. Peyğəmbərin dediklərinə etimad yaranması və Peyğəmbərliyin məqsədinin həyata keçməsi üçün onun ismət məqamına malik olması lazım və vacibdir. Peyğəmbərlər günah etməyiblərsə, bəs etdikləri nədir? Bütün peyğəmbərlər heç şək şübhəsiz bir mənalı olaraq məsumdur. Onlar nəinki günah, hətta məkruh bir işə də yol verməmişlər. Bizim peyğəmbərlərə və Allahın övliyalarına baxışımız doğru olmadığından, onların hətta günah olmayan işlərinə də günah adını veririk. Haqlı olaraq ortaya sual çıxır ki, əgər bu işlər günah deyilsə, bəs nədir? Suala cavab olaraq deyə bilərik ki, bu növ işlərə dini terminologiyada tərk-i övla, ən yaxşı işi yaxşı işlə əvəz etmək deyilir. Tərk-i övla qaydalara zidd davranış deyil. Bəzən bu söz iki yaxşı işin içərisindən birini seçməyə də aid oluna bilər. Məsələn, bir məsciddə 50 nəfərlik, digər məsciddə isə 100 nəfərlik bir cəmaat namazı təşkil edilmişdir. Fərz edək ki, Peyğəmbər 100 nəfərlik məsciddə deyil, 50 nəfərlik məscidə getmişdir. Buna dini terminologiyada tərk-i övla, yəni ən yaxşını yaxşı ilə əvəz etmək deyilir. Başqa sözlə, tərk-i övla daha yaxşını tərk edib yaxşı bir işi görməyə deyilir. Peyğəmbər bu seçimi ilə günah bir iş görməmişdir. Sadəcə yaxşı olardı ki, o 100 nəfərlik cəmaat namazında iştirak edəydi. Adi insanlar üçün bu cür davranışın heç bir maneçiliyi olmadığı təqdirdə Allahın peyğəmbərləri və ilahi insanlar onları özlərinə qüsur hesab edirlər. Onların etdiyi istiğfarlar məhz bu işlərə görədir. Peyğəmbərləri daha yaxından tanıdıqda məlum olur ki, bunlar necə də böyük bir ruha sahib imişlər. Başqa bir nümunə. Fərz edək ki, bir fəhlə, yaxud bir işçi əlində olan 1 manatı ictimai bir işə xərcləsə, hər kəs tərəfindən təriflənəcək. Lakin eyni məbləği varlı bir adam versə, heç kim tərifləməz. Əksinə qınayar. Halbuki əsl həqiqətdə həmin varlı adam nə günah bir iş etmiş, nə də qınağa səbəb olacaq bir addım atmışdır. Ətrafdakıların ona qarşı bu cür münasibət sərgiləməsi buna görədir ki, həmin varlı adam şənində olmayan bir iş görmüşdür. Yaxşı olardı ki, o 1 manat deyil, daha çox xərcləyəydi. Ona yaraşan da bu olardı. Belə ki, varlının 1 manat xərcləməsi şəriət baxımından nəinki günah, heç məkruh da deyildir. Əksinə, savab və xeyirli bir işdir. Tərk-i övla da belədir. Peyğəmbərlər daim öz ruhlarına, əzəmət və böyüklüklərinə uyğun işlər görürlər. Xırda, hətta günah olmayan işlər də onların uca ruhlarına yaraşmır. Odur ki, günah olmayan işlər üçün də istiğfar edib bağışlanma diləyirlər. Buna görə də Həsənətül Əbrar, Seyyidətül Müqərrəbin, yəni salih insanların yaxşı əməlləri Allaha daha yaxın olanların, müqərrəblərin günahıdır, deyirlər. Deməli, tərk-i övla müstəhəb bir işi digər bir müstəhəb işlə əvəz etmək, yaxud müstəhəb bir işi mübah bir işlə əvəz etməyə deyilir. Dini ədəbiyyatlarda tərk-i övla deyilərkən məna nəzərdə tutulur. Peyğəmbərlər barədə işlədilən daha yaxşını tərk etdi, ən fəzilətlini tərk etdi ifadələrində məhz bu iki yaxşı arasında seçim edərkən ən yaxşını tərk etmək nəzərdə tutulur. Ən yaxşını yaxşı ilə əvəz etmək, yaxud müstəhəb bir işi mübah işlə əvəz etmək şəriət baxımından heç bir eybi yoxdur. Lakin bir daha qeyd etmək lazımdır ki, hər bir kəs öz mənəvi dərəcəsinə və Allaha yaxınlığına görə daşıdığı məsuliyyəti ilə fərqlənir.